şəhəridir. İmam Hadi əleyhissalam və İmam Həsən Əskər əleyhissalam. İmam Zaman ağanın atası və babası. İkisinin müqəddəs hərəmləridir və İmam Zaman ağanın burada qeybə çəkildiyi yer, doğulduğu yer hamısı buradadır. İnşallah yavaş-yavaş hamısını içəri keçib bir-bir göstərəcək. Hələ birinci gedək ayaqqabılarımızı təhvil verək. Ayaqqabıları təhvil veririk. Jeton alırıq. Yola davam. Bu da bizim yoldaşlardır da var, yoldaşlarımızı. Azərbaycan xalqıdır. Əhl-i Beyt sevər xalqıdır. Allah hamıya nəsib eləsin. Gəlib getməyə. Bura yoxlama məntəqəsidir. Burada bir-bir yoxlayırlar, ondan sonra içəri salırlar. Yoxlama məntəqəsini keçdim. Keçəndən sonra sən imamın qapısını inşallah döyək. Girək içəri. Gözəl imamın qapısı. Qış aylarıdır, yer soyuq olduğuna yerə belə döşəmə düzüblər. İnsanlar rahat içəri keçə bilsin. Hər hərəmdə olduğu kimi hərəmin girişində imamlardan ziyarətnamədir. Yəni imamlardan icazə alırsan, hərəmə gəlib girmək üçün icazə alıb girib imamı ziyarət edirsən. İmam, sizi ziyarət edir. Selamun aleyküm. İmam Həsən Əskəridir. İmam biri Həsən Əskəri əleyhissalamdır, biri İmam. O başta birinci İmam Hadi əleyhissalamdır, İmam Həsən Əskəri əleyhissalamdır, bir də Nərgiz xanımdır.